Salam, hər vaxtınız xeyir, dəyərli müəllimlər. Xoş gördük hər birinizi. Bugünkü videoda sizə 22 fevral tarixində keçirilən fizika sınağının suallarını izah edəcəm. Nəzərinizə çatdırıram ki, video gec saatlarda çəkilir. Buradan da saatı göstərim sizə. Ona görə edə biləcəyim səhvlərə görə, yəni xırda hesablama səhvləri ola bilər və yaxud da müəyyən bir şeyləri qarışdıra bilərəm. Ona görə də hər birinizdən üzr istəyirəm və çox vaxt itirmədən 21-ci sualın izahından başlayıram. 21-ci sualda deyilir ki, kütlələri M1 və M2 oturacaqlarının sahəsi uyğun olaraq S1 və S2 olan silindirlər şəkildəki kimi üst-üstə qoyulmuşdur. M2 kütləli cismin üfüqi səthə göstərdiyi təzyiqin hansı ifadə ilə təyin olunduğunu təyin edin. Deməli, ümumilikdə təzyiqin düsturu P bərabərdir F təzyiq bölünsün S-dir. Dəyərli müəllimlər, iki cismi üst-üstə qoymuşuqsa, bu səthdə təzyiqi yaradan nədir? Təbii ki, bu cisimlərə təsir edən ağırlıq qüvvələrinin cəmi. Yəni, F təzyiqin yerinə yaza bilərəm M1J üstə gəlinsin M2J. Bəs S nədir? S isə toxunan səthin sahəsi kimi burada nəzərdə tutulur. Yəni, S altdakı cismin, baxın, oturacağının sahəsidir. Yəni, ümumilikdə təzyiq qüvvəsini belə göstərsək, səth S2 olur. Ona görə də S-in də yerinə yazırıq S2 və ifadəmiz yekun olaraq Y variantındakı kimi alınır. J-ni də mötərizə xaricinə çıxaranda Y variantındakı kimi alınacaqdır. Keçək 22-ci suala. Silindrik qab nazik arakəsmə ilə həcmləri V1 bərabərdir V, V2 bərabərdir 3V olan hissəyə bölünüb. Qabın birinci hissəsində olan havanın nisbi rütubəti 80%, ikinci hissəsində olan havanın nisbi rütubəti isə 60%-dir. Arakəsmə götürüldükdən sonra qabdakı havanın nisbi rütubətinin neçə faiz olduğunu tapın deyir və bizə mötərizənin daxilində belə bir məlumat verir ki, qabın hər iki hissəsində temperatur eynidir və arakəsməni götürdükdən sonra dəyişmir. Çox istəyərdim ki, mən sizə bu düsturun, deməli, belə bir düstur yazıram, daha doğrusu belə bir ifadə yazıram. Bu ifadənin çıxarışını verim, amma biraz vaxtımız məhdud olduğundan mən bu ifadənin çıxarışını sizə bu videoda göstərə bilmirəm. Deməli, ifadəmiz nədir? Əgər 2 temperaturu dəyişmədən, təbii ki, 2 nisbi rütubətləri fərqli olan, həcmləri fərqli olan havaları qarışdırsanız, bu qarışımın nisbi rütubəti, belə deyək, belə hesablanır. F1 V1 üstə F2 V2 bölünsün V1 plus V2. Yazaq, hesablayaq. 80 V üstə gəlinsin 60 vur 3V bölünsün V1 plus V2 deyilir 4V. Burada 100 V'ləri atandan sonra 180 üstə gəlinsin 80 bölünsün 4 alınır. Buradan da cavab çıxır 65%. C variantı. Növbəti sual. R radiuslu müntəzəm yüklənmiş metal kürənin səthində potensial 30 voltdur. Yazaq. Səthinə uyğun potensial budur. K2 bölür. Bu 30 volt. İfadəsini yazdım. Kürənin mərkəzindən R/2 məsafədə götürülmüş nöqtə ilə səthindən R/2 məsafədə götürülmüş nöqtənin arasındakı potensiallar fərqinin modulu neçə voltdur? Deməli, dəyərli müəllimlər, siz bilirsiniz ki, kürənin səthində potensial neçə voltdursa, ümumi olaraq daxilində götürülmüş nöqtələrdə də potensial o qədər olur. İndi nəyə görə bunu dedim? Çünki kürənin mərkəzindən R/2 məsafədə götürülən bir nöqtə artıq kürənin daxilinə düşür. Ona görə də, baxın, bu nöqtədə, yəni kürənin mərkəzindən R/2 məsafədə götürülən nöqtədə, bura deyim F1, elə potensial 30 voltdur. Bu bir. İkincisi, nöqtə əgər mərkəzdən, daha doğrusu səthdən R/2 qədər məsafədə götürülübsə, onda bu nöqtənin məsafəsi mərkəzə qədər R üstə R bölünsün 2-dir. Yəni, belədir bu ifadənin yekunu. K2 böl
1,5 r. Bunu hesablasam artıq səthdən r bölü 2 məsafədə olan nöqtənin də potensialı tapıla bilər. K2 bölü r-ə 30 demişiksə, K2 bölü 1,5 r olur 30 bölünsün 1,5, yəni 20. Deməli, nöqtələrdən birinin potensialı 20 voltdur, digərinin potensialı 30 voltdur və bunların da fərq eləyəcək təbii ki 10 voltdur. Təbii ki, burada moduldan söhbət gedir. Yəni, burada artıq şübhəyə düşmək olmaz ki, cavab mənfi 10-dur, yoxsa müsbət 10-dur. Modul dediyinə görə 10 volt, müsbət 10 volt götürülür. Sonra 2 mol, baxın, 2 mol, bir atomlu ideal qaz üzərində gedən 1-2 və 2-3 prosesləri TV koordinat sistemində təsvir edilib. Qaz 2-3 prosesində 3,36 kJ istilik miqdarı almış və onun təzyiqi bu prosesdə, yəni 2-3 prosesində 2,4 dəfə artmışdır. Bir halına uyğun qazın temperaturu neçə Kelvindir? Müəllimlər, diqqətlə baxın. 1-2 prosesi izotermik prosesdir. Yəni, bir halında temperatur nə qədərdirsə, yəni bir nöqtəsinə uyğun temperatur nə qədərdirsə, 2 nöqtəsinə uyğun temperatur da o qədərdir. 2-3 prosesi isə V-nin sabit olduğu, yəni izoxorik prosesdir. Və burada deyilir ki, əlavə bir məlumat verilir bizə. Deyilir ki, 2-3 prosesində qaz 3,36, yəni 3360 joule istilik miqdarı alır. Yəni Q bu qədərdir. Bir də təzyiqi bu prosesdə 2,4 dəfə artır. Yəni 3 nöqtəsinə uyğun olan təzyiq 2 nöqtəsinə uyğun olan təzyiqdən 2 dəfə nə qədər? Üzr istəyirəm. 2,4 dəfə böyükdür. Və V sabit olduğuna görə artıq burada təzyiq ilə temperatur düz asılıdır. Yəni elə 3 nöqtəsinə uyğun olan temperatur da 2 nöqtəsinə uyğun olan temperaturdan 2,4 dəfə böyük olur. Baxın, bundan istifadə eləyəcəm. Həmçinin bundan da istifadə eləyəcəm. Və mən 2 nöqtəsinə uyğun temperaturu tapacam ki, T1 T2-yə bərabərdir axı. Avtomatik olaraq bu bərabərliyə görə bir nöqtəsinə uyğun olan temperatur da tapılsın. Baxın, 2-3 prosesində V sabitdirsə, qazın daxili enerjisinin dəyişməsi Q-yə bərabərdir. Daxili enerjinin dəyişmə düsturu nədir? 2-3 nü R 2-3 prosesinə uyğun yazıram T3 minus T2. Bunu belə yazdım. Sonra bunu biraz sadələşdirək istəyirsinizsə. 3 bölünsün 2 nü R T3 minus T2, T3-ün yerinə 2,4 T2 yazsam, eləyəcək 1,4 T2. Bu da bərabər olacaq 3360-a. Qaz 2 mol olduğuna görə, baxın, burada bir müəyyən ixtisarlar gedir. Bu nü ilə bu 2 gedir. Qalır nə? R-in də yerinə 8 yazıram. Yazıram 3 vur 8 vurulsun. Düzdür, bu artıq biraz qeyri-peşəkar yazılışdır. Mən yaxşı olar ki, düstur formasında yazardım, amma eyb yox. Bu saatda olar. Buradan da T2-ni tapanda müəllimlər cavab edir 100 Kelvin. Avtomatik siz T2-ni tapmaqla T1-in də cavabını tapırsınız. Yəni, bir halına uyğun olan temperaturu da tapmış sayılırsınız. Çünki bir halına uyğun olan temperaturla 2 halına uyğun olan temperatur bir-birinə bərabərdir. Cavab olur 100 Kelvin, B variantı. Sonra mayeyə batırılmış cismin çəkisinin, cismin sıxlığından asıllıq qrafiki verilmişdir. Sıxlığı 12 qram bölünsün santimetr kub olan cismin həcmini hesablayın. Cismin sıxlığını verib, cismin həcmini soruşursa V bərabərdir M bölünsün rho. Yəni mən cismin kütləsini hökmən öyrənməliyəm. Bunu da necə öyrənim? Baxıram ki, cismin mayedəki kütləsi, üzr istəyirəm, çəkisi 18-dir. Mayedəki çəkinin belə bir düsturu var. P maye bərabərdir mg 1 çıxılsın rho maye böl rho cisim. İndi burada bundan istifadə edib M-i tapmaq olar. Necə tapırsınız, onu deyim. Baxın, fikir verin. Müəllim, deyə bilərsiniz ki, müəllim, bizim əlimizdə sıxlıq var. Bəs mayenin sıxlığını
necə tapım? Mən də deyirəm ki, dəyərli müəllimlər, istəyirsiniz qeyd də eləyə bilərsiniz. Hətta PMI-ni sıfıra bərabər eləyib də bu nəticəyə gələ bilərsiniz. Bax, buradakı 3 var. Bu 3 elə mayenin sıxlığıdır. Yəni, rho maye 3-ə bərabərdir. Burada qəşəng rho mayenin yerinə 3, rho cismin yerinə 12 yazırsınız. PMI-nin yerinə 18, J-nin yerinə 10 qoyursunuz. M-i tapırsınız. Sonra o M-dən burada istifadə edib cismin həcmini tapırsınız. Bu da eləyir 200 cm3. Vəssalam. 26. Bunu yazmaq lazımdır artıq. Bundan qaça bilmərəm. O nöqtəsi ətrafında fırlana bilən və kütləsi 4 kiloqram olan bir cins lövhə şəkildəki kimi M kütləli cisim vasitəsilə tarazlıqdadır. Bu cismin kütləsini hesablayın. Diqqətlə baxın. O nöqtəsi ətrafında fırlana bilən bir cins 4 kiloqram kütləli bir lövhədir. Baxın, bölgülər bərabər olduğuna görə, şərtdə də bu arada verib, özümdən demirəm, belə çıxır ki, məntiqlə yanaşsam, bunun hər bölgüsünün kütləsi 1 kiloqramdır. Onda gəlin mən bu lövhəni 2 hissəyə ayırım. Bu nöqtəyə görə 2 hissəyə ayırım. Baxın, belə. Biri budur, üçü də bu. Düzdür? Və mən bu hissələrin ağırlıq mərkəzlərini yazım. Sonra da O nöqtəsinə görə momenti alım. Həmçinin M kütləsinin də momentini ora daxil eləyim. Sonra da məsələni həll eləyim, yekuna vurum. Deməli, bu 3 bölgülü hissənin kütləsi, ümumi kütləsi 3 kiloqramdır. Ağırlıq mərkəzi isə tən ortadır. Yəni, bura və ona o hissəyə təsir edən ağırlıq qüvvəsi 30 newtondur. Bu 1. Bu nöqtənin ağırlıq mərkəzi isə, yəni O'dan bu solda qalan mı deyim? Solda qalan, hə. Solda qalan hissənin də ağırlıq mərkəzi, bax, buradır. 10 olaraq da qeyd edirəm. Düzdür? Bir də M kütləli cisim var. Bu lövhəni saat əqrəbi istiqamətində fırlatmaq istəyir 30. Saat əqrəbinin əksinə fırlatmaq istəyir M və bu 10. Onda O nöqtəsinə görə moment alanda yazıram 10 vurulsun. Bu hissənin qolu olsun. İstəsəniz 2 də götürə bilərsiniz. Ümumi bir buranın uzunluğunu 2. Ya da istəsəniz 1,0.5 ilə götürək. Gəlin bir sadəlik olsun deyə 2 götürək. Onda bunun yarısı nə olur? 1. 10 vur 1. Üstə gəlinsin. MJ, yəni 10M vurulsun. Nə qədərdir bura? 2 demişik də bura. Vurulsun 2. Bərabərdir. Buradan da bu hissəyə baxmaq lazımdır. Bərabərdir. 30 vur 1. Düzdür? 10 üstə 20M bərabərdir 30. 20M bərabərdir. Elə 20. Buradan da M bərabər olur 1 kiloqram. Cavab C variantı. Təşəkkür edirəm. 27-ci sualdan davam edək. 27-ci sualda deyilir ki, sabit sürətlə düz xətli hərəkət edən A, B, C, D, Y və F cisimlərinin başlanğıc anauyğun vəziyyətləri və sürət vektorları şəkildə təsvir edilmişdir. Buna əsasən A cismi ilə hansı cismin görüşəcəyini təyin edin. Vektorlar eyni müstəvidədir, cisimlər eyni anda hərəkət edirlər, bölgülər bərabərdir. Deməli, müəllimlər, bu xətlər ki var, bunlar cisimlərin sürət vektorlarıdır. Sürət nədir? Vahid zamanda gedilən yol sabit sürətlə hərəkət edir. A cisminin məsələn sürəti 2 damadsa, bu nə deməkdir? Yəni, məsələn, vahid bir zaman qəbul edəndə A cismi 2 dama sağa gəlir. Məsələn, F cisminin ki 3 damadır. Bu nə deməkdir? Yəni, vahid bir zamanda A cismi sağa 2 dama gələndə F cismi 3 dama gəlir aşağı. Gəlin, bundan istifadə edək və bunu hansı cisimlə görüşəcəyini təyin edin. Baxın, fikir verin. Vahid zamanda B cismi 1 dama aşağı gələndə A cismi gəlir 2 dama sağa. Düzdür? İstəyirsiniz bir dənə də əlavə götürək. İkinci vahid zaman götürək. Baxın, A cismi burada olanda B cismi burada olur. Sizcə bunların görüşməyi mümkündür? Əlbəttə ki, bilirəm. Deyirsiniz ki, xeyr, əlbəttə xeyr, görüşə bilməzlər. Deməli, mənim cavabım B cismi deyil. C-ni götürürəm. A cismi məsələn 2 dama sağa gələndə, C cismi 2 dama aşağı gəlir. İstəyirsiniz bir dənə də götürək. 2 dama yenə sağa, C cismi gəlib çatır bura. Yəni A cismi burada olanda
C cismi burada olur. Bunların görüşməyi mümkündürmü? Əlbəttə ki, yenə də xeyir dediyinizə eşidirəm. D cisminə baxaq. D cisminə baxaq. A cismi məsələn 2 dama sağa gələndə D cismi 3 dama aşağı gəlir, olur burada, bu nöqtədə. A cismi 2 dama sağa gələndə D cismi isə artıq gəlir buranı keçir. Bunların görüşməkləri mümkündürmü? Xeyr. Yəni bu biri burada olanda biri burada olur. Bu ola bilməz axı. Ona görə də cavab D cismi deyil. Bunu da sildim. Düzdürmü? Yaxşı. Y cisminə baxaq. 2 dama aşağı, A cismi 2 dama sağa. Y cismi 2 dama aşağı, A cismi 2 dama sağa. Aha, fikir verirsinizsə, Y cismi ilə A cisminin yolları, yəni olduğu koordinatlar ortaq oldu. Yəni, bu cisimlər artıq bu nöqtədə görüşmüş sayıldılar. Ona görə də cavab Y-dir. Y deyil ha, Y variantı deyil. Y cismidir. Y cisminin də qeyd olunduğu variant D variantıdır. Cavab yəni D-dir. F-i də istəsəniz özünüz elə gedişatda videonu saxlayıb yoxlayarsınız. Görün, görüşürlər, yoxsa yox. Sonra 28-ci sual bu sınavda verilən maraqlı suallardan biridir, kifayət qədər. Baxaq bu sualın həllinə. Deməli, müəllimlər, şəkildə təsvir olunan uzunluğu 40 sm olan bir cins çubuq üfüqi vəziyyətdə tarazlıqdadır. Çubuğa bağlanan yayların sərtliklərinin nisbəti K2/K1 3. Çubuğun bir ucundan D bərabərdir 5 sm məsafədə asılan yükün kütləsi isə 3 kq-dır. Verilənlərə əsasən çubuğun kütləsini hesablayın. Bir də burada çox maraqlı bir söz deyir. Deyir, yayların uzanmaları eynidir. Yəni, x1 bərabərdir x2. Bunu da ikisinə də deyək x. K yazıram. Görürsünüzmü? Bu vaxtı çalışın, video çəkməyin, müəllimlər. x1 bərabərdir x, 2 bərabərdir x. Bunu yazdım, qəşəng. Onda belə çıxır ki, bu yerdə yaranan elastiklik qüvvəsi olsun. Belə eləyək də K2 bərabərdir 3K1 eləyək. Bunu əvvəl yazaq. Düzdür? Onda burada yaranan elastiklik qüvvəsi olur K1x. Burada yaranan elastiklik qüvvəsi isə olur 3K1x. Əvəzləmələrimi aparıram. Sonra heç nə. Hələ ki, bir dənə tarazlıq şərtini yazaq, görək nə var burada. Onda yuxarı çəkir ümumilikdə bu çubuğu. K1x. Bunu silim. K1x. Yuxarı çəkir 3K1x. Aşağı çəkir çubuğun özü. MJ. Böyüyəm, çubuğun kütləsi olsun. Bir dənə də yük. Kiçik MJ. Məlum məsələ. Düzdür? Bu. Bir dənə də buradan istəyirsiniz mərkəzdən böyüyəm qeyd edeyim ki, sonra onsuz da lazım olacaq bizə. Burada yazıram böyüyəm MJ. Düzdür? Tamam, okey. Sonra davam edəyək. Baxın, bunu biraz sadələşdirəm. Yazıram ki, 4K1x bərabərdir MJ üstə MJ. Bunu yazdım. Bu birinci etap. Düzdürmü? Lap istəyirsiniz J'lərin də yerinə 10 qoyun. Vahşim biabırçı vəziyyətdə yazın bunu. Yazım 4K1x bərabərdir 10 dənə böyüyüm üstə 10 dənə kiçiyim. Sadələşdirdim. Bunu saxladım belə. Vəssalam. Bunları sildim. Bu mənə lazım olacaq. Momentlər qaydasını tətbiq edirəm. Fikir verin, burada K1x var. Düzdür? K1x olduğuna görə görürsünüz, K2x yoxdur. Gəlin, bu K2 yayının yerinə belə süni bir dayaq qoyaq və bu nöqtəyə görə momentlər alaq. Baxın, bu nöqtədə dayaq olsa, bununla bu, yəni buna da bir dənə kiçik MJ qeyd edeyim, çubuğu sağ dəqrəbinin əksinə fırlatmaq istəyir. K1x isə sağ dəqrəbi istiqamətində fırlatmaq istəyir. Onda K1x-in momenti bərabər olur böyük MJ ilə kiçik MJ-nin momentlərinin cəminə. Yazaq. Yazıram ki, bunu da qeyd edeyim. Aha, K1x vurulsun nə qədərdir bunun qolu? 40. Yazıram 40. Hardan yazım onu görəsən? Aha, buradan yazıram. 40 K1x bərabərdir
Kiçik mg'nin momenti nə qədərdir? Mg vur d. Lap istəyirsiniz yazın onu 10m vurulsun 5. Yaza bilərəm görəsən? Yazaram. Niyə yazmıram ki? 10m vurulsun 5. Böyük m-in momenti nə qədərdir? Baxın, bunun qolu da məlum tən ortadan olduğuna görə 20-dir. Düzdür? 20 vurulsun 200m yazacağım birbaşa. 200m. Aha, bura qədər gəldi. Fikir verin. Burada diqqətlə baxın. Bu 4k1x-dir. Bu 40k1x-dir. Onda gəlin bu ifadəni, bax bunu 10-a vurum. Bərabərlik yaradım. 40k1x-in yerinə yazım ki 100m 100 nə? 100 böyük m-dir yoxsa kiçik m-dir? Hə, 100 böyük m üstə 100 kiçik m bərabərdir. 50 kiçik m üstə 200 böyük m. Bunu yazdım. Deməli, bunu bura atırıq, bunu bura atırıq. Silim. Yazıram nə? Deməli, 50 kiçik m bərabərdir 100 böyük m. M bərabərdir 2 böyük m. Düzdürmü? M də bərabərdir m böl 2. M nə qədər idi? 3 kiloqram. Düzdürmü? 3 kiloqramdır. Aha. 3-ü də 2-yə böləndə edir 1,5 kiloqram. Cavab A variantıdır. Ümidvaram ki, başa düşdünüz. Davam eləyək. 29-cu sual. Şəkildə təsvir olunan qapalı qabın bir hissəsi bir cins maye ilə doludur. Qab şəkili 2-də təsvir olunan vəziyyətə gətirilərsə, mayenin qabın dibinə göstərdiyi hidrostatik təzyiq neçə dəfə artır? Hidrostatik təzyiqin neçə dəfə artdığını təyin eləmək üçün maye sütununun neçə dəfə artdığını, yəni maye sütununun hündürlüyünün daha doğrusu, neçə dəfə artdığını təyin eləmək lazımdır. Fikir verirsinizsə, bax burada bir parça doludur. Buna məsələn deyim H. Düzdür, 2 hissə doludur. Məlum məsələdir, qabı çevirəndən sonra yenə də bu 2 hissəlik bir yer tutulmalıdır. Burada bir hissə dolur tam. Ağzına qədər dolur. Fikir verirsinizsə, bu 2 hissəli parçadır. Mənim isə bir hissəli mayem var. Məlum məsələdir, maye də nəhayətdə bunun tam doldurası deyil ki, bunun tən yarısı bir bütöv parçanı verir də, düzdürmü? Belə deyək, bir bütöv hissəni verir. Ona görə də qalan maye də yığılır, baxın, bu hissəyə. Ümumilikdə əvvəl bir bölgüyə bərabər olan hündürlük var idisə, sonra 1,5 bölgüyə bərabər olan hündürlük yaranır. Düzdürmü? Bu H da 1,5 dəfə artdığına görə hidrostatik təzyiq də buna uyğun olaraq ρGH da 1,5 dəfə artmalıdır. Cavab olur 29-da B variantı. 30. Yer səthindən şaquli istiqamətdə yuxarı atılmış cisim atıldıqdan 2 saniyə və 4 saniyə sonra eyni hündürlükdə olmuşdur. Cismin uçuş müddətində getdiyi yolu tapın. Dəyərli müəllimlər, 2 saniyə və 4 saniyə müddətində eyni hündürlükdə olubsa, onda bunun T-maksını belə tapa bilərəm. 2 plus 4 böl 2, yəni 3 saniyə. Əla. Sonra məlum məsələdir, bunun getdiyi yol 2H maksa bərabərdir. H maksın yerinə yazıram, JT maksın kvadratı bölünsün 2. JT maksın kvadratı bölünsün 2. 2-lər ixtisar gedir, qalır JT maks kvadratı. Aha, J nə qədərdir? 10. T maks nə qədərdir? 3. 3-ü kvadrata yüksəldim, 9. Onu 9-a vurun, 90. A variantının nişanlayın, keçin 31-ə. Başlanğıc temperaturu T1 olan mayenin qızdırılması temperatur zaman qrafikində təsvir edilmişdir. Əgər bu maddənin kütləsi verilən haldan daha çox götürülsəydi, bu mayenin qaynama temperaturu və qaynamasına sərf olunan zaman necə dəyişərdi? Deməli, mayenin kütləsini artırıram. Birincisi, qaynama temperaturunu mayenin kütləsindən asılılığı yoxdur. Qaynama temperaturu növdən asılı olur. Yəni, belə deyim də, bir butulka suda 100 dərəcədə qaynayırsa, bir çən suda, bir hovuz suda, nə bilim, bir tanker suda
100 dərəcədə qaynayır. Qaynama temperaturunun dəxlisi yoxdur. Yəni T2 dəyişmir. Amma delta T nədir? Delta T deməli qaynamaya sərf olunan zamandır. Qaynamaya sərf olunan zaman qaynamaya sərf olunan istilik miqdarı ilə mütənasibdir. Q bərabərdir L-M. Düzdürmü? L vur M. Əgər mən çox kütlə götürürəmsə, onu qaynatmaq üçün də çox istilik miqdarı sərf etməliyəm. Çox istilik miqdarını da verən nədir? Məsələn, sobadır. Məlum məsələdir. Çox istilik miqdarı verirsə soba, buna da çox zaman lazımdır. Yəni, verilən maddənin kütləsi çoxaldırsa, yəni ikinci halda daha böyük kütləli maye götürülsə, onu qaynatmağa sərf olunan zaman da artacaq. Çünki ona sərf olunan istilik miqdarı artmalıdır. Cavab olacaq burada B variantı. 32. 32 gəlir sualda, indidən deyim. Üfüqi sürtünməsi səthdə sükunətdə olan cismə eyni anda şəkildəki kimi tətbiq olunan sabit qüvvələrin əvəzləyicisinin T qədər müddət ərzində gördüyü iş A-dır. Əgər bu cismə yalnız F2 qüvvəsi 2T müddətində tətbiq olunsaydı, bu zaman əvəzləyici qüvvənin gördüyü iş nə qədər olardı? Bölgülər bərabərdir, qüvvə vektorları eyni müstəvidir. Dəyərli müəllimlər, birinci halda gəlin elə əvəzləyici qüvvəni tapaq. Baxın, bir dama aşağı, bu da bir dama yuxarı. Bunu belə ayırsam, bir dama aşağı ilə bir dama yuxarı bir-birini aparır. Məsələn, birinci halda əvəzləyici qüvvə bərabər olur 2 damalıq bir bölgüyə. Məsələn, deyim ki, F əvəzləyici bu damağın birində F götürək. F əvəzləyici 1 bərabərdir 2F. İndi deyir ki, yalnız F2 qüvvəsi tətbiq olunsaydı. Elə bilin ki, bu yoxdur. Bunu sildim. Yalnız F2 qüvvəsi tətbiq olunsa, əvəzləyici qüvvə nə qədər olur? 1 dama. Elə F. Yəni, ikinci halda əvəzləyici qüvvə F olur. Düzdür? Yaxşı. Bunu yazdım. Sonra yazdım əvəzləyici qüvvənin işi. Yaza bilərəm ki, A əvəzləyici bərabərdir F əvəzləyici vurulsun S. F əvəzləyicinin yerinə yaza bilərəm MA. S-in isə yerinə, baxın, T verir və sükunət halından hərəkətə başladığım mənə deyirsə, S-in də yerinə AT kvadrat bölünsün 2 yaza bilərəm. AT kvadrat bölünsün 2. Ümumi ifadəni ümumiləşdirəndə belə bir şey qalır. M A kvadrat T kvadrat bölü 2. Onda A aslı olur. Yəni düz aslı olur. A-nın kvadratı ilə, bir də T-nin kvadratı ilə. Məsələn, A nədir? Bunu necə adlandıraq? Birinci halda əvəzləyici qüvvə 2F-dir. İkinci halda əvəzləyici qüvvə F-dir. A-nın düsturu F bölü M-dir. Müəyyən kütləli bir cisimdən söhbət gedirsə, gəlin belə eləyək. Birinci halda təcil olsun 2A, qüvvələrə uyğun. İkinci halda təcil olsun A. T-lər də var. Onda yazıram ki, A2-nin A1-ə olan nisbəti bərabərdir A2 böl A1. Bunu yüksəltdik kvadrata. Bir də T2 böl T1. Bunu da yüksəltdik kvadrata. Qəşəng. Gözəl. A2-nin yerinə yazıram A. A1-in yerinə yazıram 2A. T2-ni verib T. T1-i verib 2T. Hə, düz yazdım. Yox. T2-ni verib 2T. T1-i verib T. Yəni, buraya yazıram 2T. Bunu silən belə qaralayıram, yazıram T. Bunu da yüksəldirəm kvadrata. Buradan verir 4də 1. Bura verdi 4də 1. Bura verdi 4. 4də 1-i 4-ə vuranda eləyir 1. Onda belə çıxır ki, A2 nədirsə, A1-də odur. A1 nədir? A. A2 nə olmalıdır? Ayla, o da A. Cavab olacaq elə A. 33. Sabit gücə malik mühərrikə malik olan. Tamam. Sabit gücə malik olan avtomobilin kinetik enerjisini 4 dəfə artıranda onun dartı qüvvəsi, deməli, YK bərabərdir. Belə bir formul var, ifadə var. Mn kvadrat
böl 2f kvadrat. Kütlə sabitdir, bununla işim yoxdur. Sabit gücdür, bununla da işim yoxdur. Kinetik enerjini 4 dəfə artıranda kvadrat olduğuna f 2 dəfə azalmalıdır. Cavab olur A variantı. 34-cü sualda məlum cavab D variantıdır. 35. Bu da sadə sualdır. Qaçış meydançasında idmançı sabit sürətlə hərəkət edərək 12 saniyədə 18 metr yol gedir. İdmançı hərəkətinə eyni sürətlə davam etsə 3 dəqiqə ərzində nə qədər yol gedəcək? Tənasüblə qurmaq olar, yazmaq olar. Çünki sabit sürətdir. Baxın, 12 saniyədə 18 metr yol gedir. 3 dəqiqədə. 3 dəqiqə nə qədərdir? Deməli, 180 saniyədir. Nə qədər yol gedir? Bura bir dənə S yazırıq. S də bərabər olur 18 vurulsun 180 bölünsün 12. 6-ya böləndə bura eləyir 2. 6-ya böləndə bura eləyir 3. 3-ü 180-i 2-yə böləndə bura eləyir 90. 3-ü də 90-a vuranda eləyir 270 metr. A variantı. Sadə sualdır. V-ni də tapıb yazmaq olar, fərqi yoxdur. Hə, 36-cı sual ağır sualdır. Şəkildə 2 tərpənməz yüklər sistemində Q yükünə Q1 və Q2 yükləri tərəfindən təsir edən Coulomb qüvvələrinin əvəzləyicisi F-dir. Yazıb. Buna əsasən yüklərin Q1 və Q2 nisbətini tapın. Bəzi müəllimlərimiz burada doğru tapa bilərlər, amma çaşqınlıq eləyib yüklərin işarələrini nəzərə almırlar. Amma burada mütləq yüklərin işarələri nəzərə alınmalıdır. Bu əvəzləyici qüvvətdə məlum məsələ. Təsir edən qüvvələri elə göstərmək lazımdır ki, bu qüvvə vektoru onların ortasına düşsün. Düzdürmü? Onda belə eləyə bilərik də. Burada deməli necə eləyə bilərik? Deməli F2, F1 bunu itələsin, yəni bu itələsin bu şəkildə. Bu olsun elə F1. Bu da bunu cəzb edəsin. Bu da olsun F2. Düzdür? İndi bəzi müəllimlərimiz burada çaşqınlıq yarada bilər ki, bu necə olur? Baxın, bunları üçbucaq formasında yazanda, yəni baxın belə. Bu belə olur. Baxın, F2 belə olur. F2. F belə olur. Bunu biraz uzaldaq. Baxın. Səliqəyə salaq. F belə. F2 belə. F1 də belə. Baxın. Burada bir alfa bıçağı var. Fikir verin. Görün nə edəcəm. Burada hipotenuz rolunu artıq keçdik həndəsə. F2 oynayır. Çox qəribədir. Fikir verirsinizsə, burada F1 ilə F2-ni əlaqələndirmək üçün belə bir şey yaza bilərəm. Ancaq yaza bilərəm ki, F2 vurulsun sinus alfa bərabərdir F1. Bunu yazdım. İndi keçirəm şəklə. F2 vurulsun sinus alfa bərabərdir F1. Sinus alfa nədir? Qarşıdakı katetin bitişik hipotenuza nisbəti. Bu qarşıdakı katet, bu da hipotenuz. Düzdürmü? Bunlar bir-birinə böləndə sinus alfanın cavabı nə olur? Təbii ki, R kökdə 2-ni 2 R kökdə 2-yə böləndə cavab çıxır 2-də 1. Onda belə bir şey yaza bilərəm. F2 silim bunu istəyirsiniz. Sinus alfanın yerinə birbaşa 2-də 1 yazım. F2 vurulsun 2-də 1 bərabərdir F1. İndi yazıram. Görək F2 nədir, F1 nədir? Biz F2-ni belə göstərmişik də, düzdürmü? F2 Q2 ilə Q arasındakı qarşılıqlı təsir qüvvəsidir. K modulda Q vur Q2 bölünsün. Aradakı məsafə nədir? 2R kökdə 2 kvadrata yüksəlsəm 4R kvadrat vur 2 eləyir. Bu da eləyir yəni 8R kvadrat. Düzdürmü? 2-də 1 öz yerində qaldı. F1-i də yazıram. K
Q yenə də modulda yenə də Q1 bölünsün bunun kvadratı. R kvadrat kökdə 2-nin də kvadrata yüksəldəndə olur 2R kvadrat. Düzdürmü? 2R kvadrat. Baxın. İxtisarlarımı aparıram. K var burada, burada da K var. Modulda Q var, modulda Q var. R kvadrat var, R kvadrat var. Burada 2 var, burada da 2 var. Qalır nə? Deməli, Q1 modulda Q1 bərabərdir. Deməli, modulda Q2 böl 8. Burada modulda Q2 bərabər olursa 8 modulda Q1. Yəni, modulların nisbəti 8-də 1 alınır. Yəni, Q1-in Q2-yə nisbəti 8-də 1 alınır. Yaxşı, bəs bunu müsbət mi götürün, mənfi mi götürün? Baxın, fikir verin. Məsələn, bu dedik ki, bundan itələnir. Bu da cəzb olur da, düzdürmü? Fərqi yoxdur. Buna məsələn müsbət desəm. Müsbət nədən itələnər? Müsbətdən. Q1 getdi müsbətə. Bəs nəyə cəzb olunlar? Mənfiyə. Onda Q1 müsbət olsun, Q2 mənfi. Düzdür? Hətta buna mənfi verib təzədən başqa cür adlandırmaq olar. Onda belə çıxır ki, Q1 müsbətdir, Q2 mənfi. Onda bunların modullarının nisbəti 8-də 1 eləyirsə, modulda atanda mənfi 8-də 1 eləməlidir cavab. Yəni B variantı. Belə. Çox maraqlı sualdır, gözəl sualdır və mən də bunu imtahanda istifadə elədim. Mənə elə gəlir ki, bir çox müəllimlər üçün maraqlı olacaq. 37. W potensialı Q-yə böləndə belə potensial alınır. 38 də sadə sualdır, test toplusunda da var, Dövlət İmtahan Mərkəzinin tərtib etdiyi. Mənfi 20 dərəcə Selsi temperaturlu buz qızır. Onda bunun daxili enerjisi artır. Sonra 0 dərəcəli buza çevrilir. Temperatur dəyişmədiyinə görə daxili enerji sabit qalmalıdır. Sonra da yenə də qızır. Qızır, sabit qalır, qızır. Yəni, daxili enerji artır. Daxili enerji dəyişmir, daxili enerji artır. Artır, dəyişmir, artır. Hansındadır? C variantında. Baxın, fikir versin. Artır, məsələn, D variantına baxın, artır, dəyişmir, sabit qalır. Bu deyil. Burada sabit qalır, azalır. Burada ümumiyyətlə olmaz. Sabit qalır, artır. Sabit qalır, sabit qalır, sonra yenə də artır. Olmaz. Yəni, cavab olur C variantı. Qısa və konkret. Temperatur qarşılıqlı təsirlərin, üzr istəyirəm, orta kinetik enerjisinin ölçüsüdür. B variantı. 40-a baxaq. 40 da maraqlı sualdır. Deməli, 40-cı sualda deyilir ki, M kütləli cisim şəkildəki kimi müxtəlif mayelərdə tarazlıqdadır. İplərdə yaranan gərilmə qüvvələrinin modulları hər iki halda eynidir. Və burada gərilmə qüvvəsinin istiqamətini göstərirəm. Burada da gərilmə qüvvəsinin istiqamətini göstərirəm. Və hər ikisi eynidir. Yəni, T1 bərabərdir T2 bərabərdir T yazıram hətta. T1 bərabərdir T2 bərabərdir T. Düzdür? Sonra cisimlərə təsir edən ağırlıq qüvvələrində yazım indidən. Onsuz da məlum məsələdir. Bunlara toxunacaq. MG. Bunu da aşağı çəkir MG. Hər iki cismi Arximed qüvvəsi yuxarı itələyir və hər iki halda cisim tam batıb. Tam batdığına görə artıq Arximed qüvvələri deməli, rho mayelərlə, yəni mayələrin sıxlıqları ilə mütənasibdir. Məsələn, sıxlıq rho olanda qüvvə F olsa, sıxlıq 2 rho olanda qüvvə olacaq 2F. Yəni, burada yuxarı itələyir cismi F, burada da yuxarı itələyən qüvvə olur 2F. Yerlərini düzgün göstərməyə bilərəm, bu məndə qüsur tutulmaz yəqin ki. T1 T2-yə bərabərdir. Baxın, birinci halda, görüm əvvəl nə soruşur? Deyir ki, qüvvələr hər iki halda eyni olarsa, cismə təsir edən ağırlıq qüvvəsinin ikinci ipdə yaranan gərilmə qüvvəsi. Yəni, belə qısacası deyim, MG-nin T-yə olan nisbəti məndən soruşur. Baxın, yazaq. Baxın, yazıram. Birinci halda tarazlıq şərti belə yazılır. Deməli, T üstə F bərabərdir MG. İkinci halda T üstə MG bərabərdir 2F. Düzdür? Yaxşı. Necə yazaq? Birincidən F-i tapaq.
F mg çıx T'dir. Sonra 2'yə vuraq, altdakı tənlikdə yerinə qoyaq. T üstə mg bərabərdir 2 mg çıx 2T. Düzdür? T'ləri bir yerə yığanda 3T bərabərdir mg olur. mg'nin T'yə nisbəti də olur 3. Vəssalam. Bu sualımızın cavabı 3'dür. C variantı. 41. Qapalı qabda təzyiqi 200 kilopascal olan ideal qaz var. Bu qazın konsentrasiyasını 2 dəfə azaldıb molekulların orta kinetik enerjisini 4 dəfə artırsaq, qazın son təzyiqi neçə kilopascal olar? P bərabərdir 3D2 NYK. Konsentrasiyanı 2 dəfə azalt. Təzyiqi 2 dəfə azaldır. Orta kinetik enerjisini 4 dəfə artır. Bu da təzyiqin 4 dəfə artmağıdır. 200 idi, 2 dəfə azaldı, oldu 100, 4 dəfə artdı, oldu 400. Cavab D variantı. Sonra kütləsi 4 kiloqram olan cisim, en kəsiyinin sahəsi 8 sm olan santimetr kvadrat olan məftil vasitəsilə bərabər sürətlə şaquli yuxarı qaldırılır. Bərabər sürətli hal elə yəni düzxətli bərabər sürətli hal sükunət halı ilə eyni mexaniki hal hesab olunur. Məftildə yaranan mexaniki gərginlik sigma bərabərdir F bölü S. Bərabər sürətli hərəkət olduğuna görə F'in yerinə mg yaza bilərəm. Burada mg bölü S yazırsınız və bunu çevirmələri eləyib hesablayırsınız. Bu qədər sadədir. 43. 43 biraz aldadıcı sualdır. Nəyə görə deyəcəm? Aşağıda qeyd olunan fikirlərdən hansı doğrudur? Yayı gərdikdə onun potensial enerjisi artır, sıxdıqda isə azalır. Çox vaxt bunu qarışdırırlar. Müəllimlər, yadınızda saxlayın. Yayı gərəndə də, sıxanda da potensial enerjisi artır. Orada gərmək, sıxmaq x-i artırıb azaltmaq deyil. Yəni, dəyişmək, sadəcə ölçünü dəyişmək, x-i dəyişmək, yəni artırmaqdır. Azaltmaq söhbəti yoxdur orada. Yəni, bir növ belə başa düşə bilərsiniz. Gərəndə də, sıxanda da potensial enerjisi artır. Bu, səhv fikirdir. Bilirəm ki, çox adam bunu doğru qəbul edəcək. Müəyyən hündürlükdən sərbəst buraxılan cisim, yerə dayanandakı kinetik enerjisi ilə sərbəst buraxılan andakı potensial enerjisi bir-birinə bərabərdir. Yaxşı, müəyyən hündürlükdədir cisim, sərbəst buraxılırsa kinetik enerjisi sıfırdır. Tam enerji Y potensiala bərabərdir. Düzdürmü? Yerə dayananda isə potensial enerjisi sıfırdır. Tam enerjisi YK-ya bərabərdir. Tam enerji orada YP oldu, burada da YK oldu. İkisi də tamdır da, onda belə çıxır ki, oradakı YP ilə buradakı YK bir-birinə bərabərdir. Yəni, bu ifadə doğrudur, tamamilə doğrudur. 3. Konservativ qüvvələr potensial enerjinin azalması istiqamətində yönəlir. Tamamilə doğrudur. Cismin impulsu onun sürəti ilə eyni istiqamətdə yönəlir. Bu da tamamilə doğrudur. İş vektorial, enerji isə skalyar kəmiyyətdir. Xeyr, iş skalyar kəmiyyətdir, enerji də skalyar kəmiyyətdir. Ona görə cavab olacaq B variantı. Amma bir çox müəllimin mənə elə gəlir, birdə çaşacağını bilirəm. Ona görə də A yazanlar mənə elə gəlir, bu sualda çoxluq təşkil edəcək. 44. Üfüqi səthdə düz xətt boyunca hərəkət edən cismin sürətinin proyeksiyasına zamandan asılılıq qrafiki verilmişdir. Qrafikin 1 və 2 hissələrinə uyğun cismə təsir edən dartı qüvvələrinin modullarının nisbətini hesablayın. Dartı qüvvəsi səthə paraleldir. J 10 metr bölünsün saniyə kvadratdır. Səthin sürtünmə əmsalı isə 0,4-dür. Deməli, müəllimlər, birinci hissədə cisim bərabər sürətlə hərəkət edir. Ona görə də cismə təsir edən dartı qüvvəsi və sürüşmə sürtünmə qüvvəsinə bərabərdir. Yəni, μ/m/J-dir. Lap bunu sadələşdirək. J-nin yerinə 10, m-nin yerinə 0,4 yazanda bu eləyir 4. F-1 bu. F-2. Burada diqqətli olmaq lazımdır. İkinci hissədə cisim yavaşlayan hərəkət elədiyinə görə MA bərabərdir, çaşa bilərsiniz. F sürtünmə çıx F-4 yaza bilərsiniz, amma çaşmayın. MA bərabərdir. Burada yazmalısınız F-2, yəni F-4, bax mən də çaşdım.
F sürtünmə çıxılsın F artı yazmalıyam. Çünki bu yavaşlayan hərəkətdir. F sürtünmə çıx, F artı 2. A-nın yerinə yazıram, baxın, delta V böl delta T. Delta V 10-dur, delta T isə 5-dir. Onda A-nın yerinə 2 gedir. Yazıram 2M. Sürtünməni bayaq yazdıq, 4M-dir. F artı 2 də indi tapacağıq. F artı 2 buradan alınır 2. Birincisi 4M, ikincisi 2M-dir. Nisbət eləyir D variantı 2. Gözəl. Müəyyən kütləli bir atomda ideal qazın temperaturu izobar və izoxor proseslərdə eyni qədər yüksəlir. Temperatur eyni qədər yüksəlirsə, ona görə də onda belə çıxır ki, bu qazın hər iki halda daxili enerjisinin dəyişməsi, yəni birinə 1 deyim, məsələn, izobara 1 deyim, izoxora 2. Delta U1 bərabərdir, delta U2 bərabərdir. Buna görə. İzoxor prosesdə, yəni ikincidə, qaza nə qədər istilik miqdarı verirlər? 1200. İzobar prosesdə qazın daxili enerjisinin dəyişməsini və qazın gördüyü işi hesabla. İzoxor prosesdə qazın gördüyü iş sıfıra bərabərdir. Onda belə çıxır ki, elə daxili enerjinin dəyişməsi delta U2 qaza verilən istilik miqdarına bərabərdir. Yəni, qaza nə qədər istilik miqdarı verə bilər? 1200. Delta U2 həmin o 1200-ə bərabərdir. Baxın, buradan belə bir şey alıram. Delta U2 1200-dürsə, bu bərabərliyi var axı. Delta U1 də 1200-dür. Onda belə çıxır ki, izobar prosesdə qazın daxili enerjisinin dəyişməsi elə 1200-dür. Və belə bir şey var. Bunu tapdım da artıq. Bu mənim cavablarımdan biridir. A da ola bilər, D də ola bilər. Qalan bütün variantları B-ni, C-ni və Y-ni atıram. Və belə bir şey var. A' böl. Deməli, delta U bərabərdir 2 böl 3. Bunun yerinə 1200 yazsanız, A' olur 1200 vur 2, yəni 2400 böl 3. O da edir 800. Cavab olur A variantı. 46-cı sual. Kifayət qədər maraqlı sualdır. Sürtünməli üfüqi səthdə hərəkət edən cisimlərdən M3 kütləli cisim sabit sürətlə, M1 və M2 kütləli cisim isə sabit təcillə hərəkət edir. M1 və M2 kütləli cisimlərin aldıqları təcillərin modullarının A1 bölü A2 nisbətini hesablayın. Burada da kütlələr verilib. İndi hesablayacağıq. Deməli, baxıram birinci növbədə üçüncü cismə. Üçüncü cisim bərabər sürətlə hərəkət edirsə, onda üçüncü cismə təsir edən sürtünmə qüvvəsi, yəni 4μmj elə F-ə bərabərdir. F-in qiymətini, yəni F-in ədədi qiymətini yazıram onda nə? Yazıram F sürtünmə. Onda F də bərabər olur bu F sürtünməyə, yəni 4μmj-yə. Niyə görə 4? Çünki cismin kütləsi 4m-dir. Yəni F ədədi qiymətsə 4μmj-dir. Birinci cismin təcilini tapmaq istəyirəmsə, yazıram M1A bərabərdir F çıxılsın μm1j. Düzdür? M1-lərin yerinə yazıram M. MA. M1A yazma. M1A1 hətta. MA1 bərabərdir 4μmj çıxılsın. Çıxılsın μmj. M-ləri atıram. A1 eləyir 4μj çıx μj. A1 eləyir 3μj. Bu mənim birinci cismimin təcilinin modulu. İkinci cisim. Yazıram M2 A2 bərabərdir F çıxılsın μm2j. M2-nin yerinə 2M yazıram. 2M A2 4μmj çıxılsın 2μmj.
mj. 2a2 bərabərdir 2 mü mj. M-i atmadım buradan. 2a2 bərabərdir 2 mj, a2 bərabərdir mj. Biri 3 mj idi, biri də mj idi. Nisbət eləyəcək D variantı. Sonra 47. Başlanğıc koordinatları eyni olan. Gəlin bunun üçün bir dənə sizə qrafik çəkim. Qrafik yox. Ona nə deyirlər? Cədvəl. Məsələn, bu birinci cismin cədvəli olsun. Bu da ikinci cismin cədvəli olsun. Baxın. Aha. Bunu da belə elədim. Bunlar da koordinatlar olacaq. Həmçinin də koordinatların fərqi. Bir-bir yazıb məsələni həll edəcəm. Nə deyir? Deyir ki, A və B cisiminin sürətinin proyeksiyasının zamandan asılı qrafiki verilib, hansı hissədə cisimlər bir-birinə yaxınlaşır? Baxın, diqqətlə baxın. Düzmü çəkdim qrafiki, yoxsa deyəsən səhv çəkdim. Bunu mən buradan yazmayayım da onda. Bunu mən bir dəqiqə təzədən çəkeyim. Deməli, necə çəkəyim bunu? Elə deyəsən doğru çəkmişdim. Elə belə olsun, fərqi yoxdur. Zaman və fikir versinizsə, hər zaman intervalında yer dəyişmələr modulca bir-birinə bərabərdir. Görürsünüz, ayrı-ayrı baxanda. Hər biri üç bucaqdır. Bu üç bucaqlardan birinə deyəcəm S. Başlanğıc halda hər ikisinin koordinatı olsun 0. Deyirəm də, burada nəsə bir problem var. Başlanğıc halda hər ikisinin koordinatı olsun 0. Bu birinci cisimdir, bu da ikinci cisimdir. Başlanğıcda bunun koordinatı 0'dır, bunun da koordinatı 0'dır. Bu da aralarındakı məsafədir, delta x 0. Üçbucaqlardan birinə S demişəm, nəzərinizdə çatdırım. B cismi, A cismi daha doğrusu, birinci hissədə nə qədər yer dəyişmə eləyir? S qədər. Hansı istiqamətdə? X ox istiqamətdə. Buraya yazıram S. Düzdür? Buraya yazıram. Baxın, birinci cisim X oxun əksinə S qədər yol gedir. Yəni, onun koordinatı olur -S. Aralarındakı məsafədə olacaq təbii ki 2S. 0 idi, 2S oldu. Onda burada uzaqlaşdı. Yəni, cavab 1 deyil. Düzdürmü? Cavab 1 deyil. Məsələn, A-nı ata bilərəm, D-ni ata bilərəm, B-ni ata bilərəm rahatlıqla. İkinci hissə. Baxın, birinci cisimdir, yoxsa A cismidir əslində. Birinci cisim demək, A cismi, B cismi. A cisminin koordinatı S-dir. Düzdürmü? İkinci porsiyada A cismi X oxunun əksinə də bir -S yer dəyişməsini eləyir. S-də idi elə bir koordinatı. -S yer dəyişməsi də eləyir, 0 eləyir. Yəni, S-dədir, məsələn, 10-dadır. 10 metr geri qayıdır. Hara qayıdır? Təzədən qayıdır, olur 0-da. B cismi isə -S-dədir. B cismi -S-dədir. Bir S qədər də yer dəyişmə X ox istiqamətində elədiyinə görə bu da gəlir olur 0. 2S idi, aralarındakı məsafədə olur 0. 2S idi aradakı məsafə, oldu 0. Onda burada nə elədi? Yaxınlaşdı. Düzdür? Vəssalam. Deməli, cavablardan biri nədir? 0-dır. 2-dir daha doğrusu. Cavablardan biri 2-dir. Baxın. Y variantı, S variantı onsuz da mənim doğru cavablarım idi. İndi görək 3-dür, 4-dür. Yenə də baxın, üçüncü hissəyə ayrıca baxıram. Yenə də cisimlər hardadılar? 0-dadılar. İstəyirsiniz buranı silim. Bunu da 0-da olduqlarına görə rahatlıqla yazmaq olar. Baxın. 0-dadır hər ikisi. Üçüncü hissədən davam edirəm. Üçüncü hissədə B cismi X oxu istiqamətində S qədər yer dəyişmə eləyir. Yenə də A cismi -S qədər yer dəyişmə eləyir. Aralarındakı məsafə nə olur? 2S olur yenə də. Onda üçüncü hissədə nə edir?
uzaqlaşır. Dördüncü hissədə isə A cismi yenidən bir S qədər yer dəyişmə edir, irəli gedir. Yəni olur sıfırda. B cismi də eyni şey eləyir, sıfıra gəlir. Yenidən aralarındakı məsafə olur sıfır. Onda dördüncü hissədə nə edir? Yaxınlaşır. Deməli, bir yaxınlaşma elədi 2-də, bir də yaxınlaşma elədi 4-də. Cavab olur Y variantı. Sürtünmə əmsalının vahidi yoxdur. 49. Kütlələri eyni olan və OX oxu boyunca düzxətli hərəkət edən iki kürənin koordinatının zamandan asılılıq qrafiki verilmişdir. Bu kürələr mütləq qeyri-elastiki toqquşduqdan sonra hansı istiqamətdə və modulca hansı sürətlə hərəkət edirlər? Birinci cismin sürətinin proyeksiyası 15/5'dir. Yəni 3'dür. İkinci cismin sürətinin proyeksiyası -1 metr/saniyədir. İmpulsun saxlanma qanununa əsasən belə bir ifadə yaza bilərəm. Kütlələr eynidir. M V1x üstə M V2x bərabərdir. M plus M qeyri-elastiki toqquşmadır. Vurulsun Vx. M-ləri atanda belə bir şey qalır. V1x üstə V2x bərabərdir 2Vx. Buradan Vx olur. Vx olur. Bunları silim bir dənə. Buradan Vx olur. V1x üstə V2x bölü 2. Yəni 3 üstə -1, 2. 2-ni də 2-yə böləndə edir 1. Müsbət 1 almışıq. Yəni OX oxu istiqamətində 1 metr bölünsün saniyə sürətlə. Yəni cavab D variantıdır. 50. İnersial hesablama sistemində təcil olmur. Baxırsınız ki, Y variantında təcil yoxdur. Ona görə cavab Y-dir. 51. Şəkildə təsvir olunan sistem sərbəst buraxıldıqdan 3 saniyə sonra A cisminin B cisminə nəzərən sürətinin modulunu hesablayın. Dəyərli müəllimlər, bu cisim sərbəst buraxılanda cisimlər əks istiqamətdə hərəkət edirlər. Ona görə də nisbi sürət bunların sürətlərinin modulları ilə hesablana bilər. Yəni VA plus VB. Və məlum məsələdir ki, cisimlər eyni sürətlə hərəkət edirlər. Başlanğıc sürətdə 0 olduğuna görə hər ikisinin sürəti AT ilə hesablana bilər. Bunlar da cəmləyəndə eləyir 2AT. O da belə çıxır ki, T-ni yerinə qoy, A-nı yerinə qoy, cisimlərin bir-birinə nəzərən sürətləri hazırdır. A nə qədərdir? 6 çıxılsın 4, M2 minus M1 məşhurdurdur. 6 çıxılsın 4, 2. Bölünsün 10, vurulsun 10. A-mız eləyir 2. Zamanımız da 3'dür. 2 vurulsun 2. Vurulsun 3. 4'ü 3'ə vuranda eləyir 12. C variantı. 52-ci sual MİQ imtahanlarında istifadə olunub. Müəyyən kütləli bir cins çubuq şəkildəki kimi tarazlıqdadır. Çubuğa bağlanan cismin kütləsi 30 kiloqram, yayın sərtliyi 500 Nm/m olarsa, dayağın reaksiya qüvvəsini hesablayın. Baxın müəllimlər, reaksiya qüvvəsini burada qeyd edirəm, yuxarıya doğru. Baxın belə. N. Burada yazıram N. Burada MJ qədər yük asılıb. Yazıram 300 lap birbaşa. Burada da KX-dir. KX-i də hesablayanda, yəni 500-ü 0,2-yə vuranda eləyir. Nə qədər eləyir? 500-ü 2-yə vuranda eləyir 1000. 1000-i də 10-a böləndə eləyir 100. Burada da qüvvə 100-dür. Çubuğun kütləsi. Tən ortadan qeyd edirəm MJ. M çubuq vur J. Yəni istəyirsiniz yazım 10 M çubuq. 10 M çubuq. İndeks kimi yazaq. Momentlər qaydasını yazıram. Sadə əqrəbinin əksinə fırlatmaq istəyənlər KX-dir. 10 M çubuqdur. Onda yazıram KX, yəni 100. 100-ün qolu nə qədərdir? Bu nöqtəyə görə 100-ün qolu 4-dür.
100 vur 4. Üstə M çubuğun da 10 M çubuğun daha doğrusu qolu 1-dir. Heç nə yazmıram. Bərabərdir. 300-ün qolu nə qədərdir? 2-dir. Düzdür? 400 üstə 10 M çubuq bərabərdir 600. 600-dən 4'ü çıxanda eləyir 200. M çubuq eləyir 20 kiloqram. Reaksiya qüvvəsi çubuğu yuxarı belə deyək ki, yuxarı çəkənlər aşağı çəkənlərə bərabərdir deyirik də, düzdürmü? Onda reaksiya qüvvəsi bu üç qüvvənin cəmidir. 300 budur. Bura nədir? 200'dür. 500. Burada elədi 100. 3 üstə 200, üstə gəlinsin 100. Nə qədər oldu? 600 oldu mu? Cavab olur C variantı. Başqa cür də həll eləmək olar. Amma mən sadəcə bu yolun qeyd edirəm, bəs eləyər. Verilmiş kütləli ideal qazın bir halından iki halına keçməsi zamanı molekulların orta kinetik enerjisi və qazın sıxlığı necə dəyişər? Dəyərli müəllimlər, orta kinetik enerji temperaturla bağlı. Temperatur neçə dəfə artır? Baxın, PV böl T konstantdır, düzdürmü? Baxın, təzyiq 2 dəfə artdı. Həcm 2 dəfə artdı. Kəsirin sürəti 4 dəfə artdı. Məxrəci də 4 dəfə artmalıdır ki, nə olsun? Sabitlik yaransın. Onda belə çıxır ki, orta kinetik enerjisi 4 dəfə artar. B variantı. Sıxlıq da rho bərabərdir. Bunu hər cürə yazmaq olar. M0 vur N. Yox, üzr istəyirəm. M böl V. Düzdürmü? V neçə dəfə artır? 2 dəfə. Verilmiş kütləli bu sabit. Rho da nə etməlidir? 2 dəfə azalmalıdır. Cavab edir B variantı. 54. Kifayət qədər maraqlı sual. Şəkildəki sürtünməsiz üfüqi səth üzərində sükunətdə olan 6 kiloqram, 2 kiloqram kütləli cisimlərə eyni anda üfüqi səthə paralel şəkildə 48 və 16 newtonluq iki qüvvə tətbiq olunur və bu zaman cisimlər sistemi hərəkətə keçir. Hərəkət zamanı ikinci cismin birinci cismə tətbiq etdiyi qüvvənin neçə newton olduğunu hesablayın. Sürtünmə qüvvəsi yoxdur. Newtonun 3-cü qanununa görə ikinci cisim birinci cismə hansı qüvvəni tətbiq edirsə, N yazıram. Yəni, biraz üstə yazdım, önəmli deyil. Əslində, önəmlidir, amma mən elə gəlir, yəni, onun sadəlik olsun deyə üstə yazmağımın problemi yoxdur. Birinci cisimdə, o həmin cismə, həmin o qüvvə ilə təsir edir. Onda belə deyək də, birinci cismə təsir edir sağa F1, sola N. Onda belə bir şey yaza bilərəm. M1A bərabərdir F1 çıx N. Buradan N-i tapmaq lazımdır. N-i tapmaq üçün A-nı bilmək lazımdır. A-nı necə tapaq? A bərabərdir. Sistemi sağa itələyir F1, sola itələyir F2. F1 minus F2 bölünsün M1 plus M2. Qüvvələrin fərqi 48-dən 16 çıx, 32. Kütlələri cəmlə. 6-ın üstünə 2 gəl, 8. 32-ni 8-ə böl 4. Təcil 4-dür. M1 nə qədədir? M1 6-dır. 6 vur 4, 24. Bərabərdir. F1 nə qədər idi? 48. 48-dən nə çıxsam 24 eləyər. Təbii ki, elə 24. Cavab olur A variantı. 55. Cisim hansı hündürlükdən sərbəst buraxılmalıdır ki, uçuş müddəti 3 saniyə olsun? Məlum məsələdə 45 metrdə. Yer səthindən R hündürlükdə cismə tətbiq olunan ağırlıq qüvvəsi 160 newtondur. Müəllimlər, R hündürlükdə neçə dəfə azalır? 4 dəfə. 4 dəfə azalıb 160 newton olubsa, onda yer səthində nə qədərdir? 640-dır. İndi davam edək. Yer səthindən 3R hündürlükdə isə nə qədər azalır? 16. Bunun 3-ün üstünə 1 gəlib kvadrata yüksəl. 640-ı 16-ya böləndə nə qədər eləyir? 40 newton eləyir. Cavab edir Y variantı. 57. Axın sürəti VA olan çaya O nöqtəsindən çaya nəzərən V sürəti ilə daxil olan üzgüçü qarşı sahildə qeyd olunmuş F nöqtəsinə çatır. Yəni, O nöqtəsindən cisim gəlir hara çatır? F nöqtəsinə çatır. Baxın, onda belə çıxır ki, çayın axın sürəti
sola doğru bir damadır. Bunu tamamlamaq lazımdır da bunu. Sola doğru bir dama. İndi deyir, çayın axın sürəti 2VA olsaydı, yəni bu 2 dama sola olsaydı, onda bəs üzgücü hara çatardı? Bunu da məlum məsələdir ki, müəllimlər birləşdirəndə vektor uzantısı gəlib hara çatır? B nöqtəsinə. Siz də bu B nöqtəsini götürüb bunu vurursunuz. Çaşırsınız. Diqqətli olun, xahiş edirəm. B nöqtəsində qeyd olunan B nöqtəsi cavab D-də qeyd olunub. Cavab burada olur D. İkinci belə sualda artıq imtahanda. 58. X bərabərdir 5 plus 3T. Əvəzləyici qüvvə təbii ki 0. 59. 6 metr yolda görülən iş hesablamaq üçün qrafikin sahəsini hesablamaq lazımdır. Buranı hesablasaq, baxın. 8 vur 2 bölü 2. Buranı da hesablasaq, 8 vur 6 ilə 2-nin fərqi 4. 32, 8. İkisi birlikdə 40 olur. D variantı. 60. İdeal qaz üzərində görülən iki qapalı proses PV diaqramında göstərilib. Proseslərdə qazın gördüyü işlərin nisbətini tap. Qazın gördüyü işlərin nisbəti bu fiqurların sahəsidir. Yəni, birincidə A1 iştirik. Bölgülər bərabərdir də, məlum məsələ. A1 iştirik bərabərdir. Baxın. 1, 2, 3, 4, 5. 5 vurulsun. 4. 1, 2, 3, 4. Bölünsün 2. Bu eləyir 10. Joule. A2 də eləyir, baxın, 2 vurulsun. 4 bölünsün 2. A2 iştirik də eləyir. 2 vur. 4 bölü 2. Bu da eləyir 4. 10-u 4-ə böləndə cavab eləyir 2,5. Belə müəllimlər, 60-cı sualı da həll elədik. Və artıq saat neçədir? Saat 4:17-dir. Bəzi səhvlərim ola bilər, müəyyən qədər dilimdə sürüşmələr ola bilər. Bunu da saatın gec olmasına bağışlayın, zəhmət olmasa. Hər birinizə təşəkkür edirəm. Dinlədiyiniz üçün minnətdaram. İnşallah imtahanda göstərdiyiniz nəticələr növbəti imtahanlarda daha çox olar. Təşəkkür edirəm. Gecəniz xeyrə qalsın.